Qardaş, sizdən bir söz soruşum. İşdə ola-ola oruc tuta bilərəm. Mən qəbul olunar, sual veriblər burada. Sadəcə sualı tam olaraq anlaya bilmədim. Yəni qardaş yazıb ki, işdə ola-ola oruc tuta bilərəm. Qardaş, əlbəttə ki, sən işdə də olsan, evdə də olsan, əgər müsəlmansansa, yəni İslam dinindəsən, müsəlmansansa, işdə də olsan, evdə də olsan, Ramazan orucu sənə fərz olur, vacib olur. Ramazan ayının orucu. Yəni burada bir məsələ var. Əgər xəstəlik yoxdursa səndə, yəni belə şəriətin dediyi bir üzr problem yoxdursa, məsələn xəstələnməmisən, ciddi bir xəstəliyin yoxdursa, təbii ki, sən orucu tutmalısan qardaş. İşdə də olsan, evdə də olsan, yəni. O qədər insanlar var ki, işdə işləyirlər, hətta ağır iş şəraitində işləyirlər. Yəni ona baxmayaraq yenə də yəni Allahın əmrinə itaət edirlər. Yəni Ramazan ayının orucunu tuturlar. Yəni Ramazan ayının orucu fərzdir qardaş. Sən işdə də olsan, evdə də otursan, fərqi yoxdur. Yəni əgər sağlamlığın yerindədirsə, səhhətin yerindədirsə tutmalısan, yəni inşallah ki, Ramazan ayının orucunu.